Aleluya. Aleluya. Kameralar arka. Aleluya. 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 Bəli, biz nədən danışırdıq? Biz danışırdıq ki, biz düşüncəmizlə meditasiyanı edəndə artıq bədənimizlə nəsə etməyə, bədənimizin ölməməsi üçün mübarizə aparmağa ehtiyac olmayacaq. Və çörək bölmə eləyən zaman siz özünüzə bunu xatırlayın. Sən çörək bölmə edəndə sən o gələnə qədər ölümü elan edirsən. Çünki bir nəfərin ölməsi hamının ölməsi deməkdir. Və ünsiyyət zamanı, çörək bölmədə ünsiyyət zamanı sən deyirsən ki, mənim bədənim o talantdır. Onu torpağa bastırmaq olmaz. Ey! Başa güzel qulağın nə eşidirsən? Sən deyirsən ki, mənim bədənim talantdır. O mənə verilib ki, mən onu artırım. O mənə verilməyib ki, mən onu aparım, bastırım. Mən artıq ölmüşəm deyəndə, dirilmiş bir bədən həyatının yaşadığını fikrinə alışırsan sən. Sən deyəndə ki, mən ölmüşəm, amma bugün burada gəlirsənsə, sənin düşüncən səni alışdırmalıdır ki, aha, deməli sən dirilmişsən. Əgər sən deyə bilirsə ki, sənin için deyə bilirsə ki, mən Məsihlə bir yerdə ölmüşəm və bugün burada dirirsənsə, sən bədən həyatının yaşadığı fikrə alışırsan. Beləliklə sənin çürümən, o hansı ki çürür səni, o zühur etməyə başlayır. Birinci nə başlayır? Birinci dirilmə bədəni, sonra isə sərhədsiz çürüməz bədən. İsa'nın bədəninin sərhəddi yoxdur. Bax, mən sənə deyirəm, o günlərim Oğuzda idi, orada da bir pastor var, ona da dedim. O da gözləri dəhşətə, belə daha nəlbəki boyutda olmuşdur. Bu nə danışır? Yəni gördüm yaxşı mənada, yekəlmişdir. Nə deyir? Mən nə dedim ki, Oğuzda olanda, 2 gün bundan qabaq. Dedim, məni artıq adamlar evlərində görməyə başlayırlar. Bu nə ilə bağlıdır? Çünki mən bunun barəsində təbliğ edirəm və bunun barəsində düşünürəm. Məsələn, Rusiyadan şahçiliklər var çoxlu. Orada Şəmavi Səltənət qrupu var, oraya geysən bizə gəlmişdir. Məsəl üçün, Elçin deyirsən, gəlmişsən bizə. Və sən Əsmər xanımgil, o günlərim getdim Əsmər xanımgilə. Yəni, bu nə deməkdir? Sərhədsiz bədənə çevrilirəm mən yavaş-yavaş. Mən onsuz da bədənim sərhədsizdir. Amma düşüncəm vasitəsilə mən bunu yerinə yetirirəm. Başa düşür məni. Başa düşən əlin qaldırsın. Amin. Aleluya. Aleluya. Yəni o deyəndə ki, biz İsa gələnə qədər, biz onu göylərdə qarşıyana qədər gözləməliyik. Bu, İsa'nın gəlişini gözləmək deyil ki, o gələnə qədər. Bu, o elə bir ki, zühur edənə qədər əzəmətli bədənin təzahürü, özünü göstərməsi təcrübəsini gözləməkdən gedirsən, təcrübəni gözləyirsən, sən İsa'nı gözləmirsən, o gəlsən. Sən təcrübəni gözləyirsən və başlamağa gözləyirsən ki, başlasın bədənin. Tam açılır fikrim sizə. Pavel'in demək istədiyini dəqiq təsviri budur ki, o bunu deyir ki, siz dirilmə bədəni, elə bir ki, sizdə təzahür edənə qədər, İsa'nı gözləyənə qədər yox, İsa gələnə qədər yox, dirilmə bədəni sizdə təzahür edənə qədər ölümün artıq baş verdiyini bəyan edirsiniz. Ona görə də siz əslində tam görünüşə qədər meditasiya etməlisiniz. Bu şey sizdə, siz ona qədər düşünməlisiniz ki, bədəniniz barəsində artıq özünü göstərsin.
Ona görə də tam görünənə qədər təzahür bədəniniz ölməz və çürüməz bədəniniz tam özünü təzahür edənə qədər müqəddəs çörək bölməni götürün. Müqəddəs çörək bölmədə ona çalışın. Xəstəliyin, ölümün və fövqəli qüvvələrin görünməməsinə tam zühuruna qədər onları düşünün ki, xəstəlik yox olsun, ölüm yox olsun. Çünki ən azından hər kəs Rəbbin gəlişi ilə hər kəsin ölümsüzlüyə dəyişəcəyinə inanır. Hər biriniz inanırsınız da ki, Rəbb gələndə sən ölümsüzlüyə dəyişəcəksən. Çünki belə yazılır. Rəbb Allah gələndə sən ölməzliyə çevirəcək. Bu bilsən nə deməkdir? Bu gəlməni görmək deməkdir. Onu gözləmək deməkdir, öyle gəlsin. O gəlib artıq bunu sənin görmən lazımdır indi. Sən bunu görməyə başlamalısan. Gəlmək bu deməkdir. Gəlmək, yəni o gələsi olanı artıq görmək deməkdir. Budur gəlmək. Ürəyin nətərdir indi? Bu sözləri işləndə nətər olursan? Əla, əla. Sən bədənini, siz hər biriniz bədəninizi çürüməz kimi təzahür etməyə başlayanda, onu çürüməz kimi düşünməyə başlayanda, sanki özünüzü eyni dərəcədə təzahür edən, eyni dərəcədə özünü göstərən çürüməzlərin əhasətçində tapırsınız. Siz onda bir də bu nədir? Və sən birdən özünüzü onların arasında tapanda, yuxarıda yazdığım kimi, dediyim kimi, olduğu kimi, olduğunu düşündüyünüz hər kəsin yanında olduğunuzu görməyə başlayırsınız. Onda nə deyirsiniz? Ya Rəbb, bu sənin gəlişin bu imiş. Və biz elə bilirdik ki, sən göydən gəldirsən. Və biz elə bilirdik ki, sən paraşütdən tullandısan. Nə bilim, oradan bir raketdən gəldirsən. Vaa! O isə bilirsən nə deyir? Oğlum, qızım, mən həmişə burada olmuşam. Mən həmişə burada olmuşam, sən görməmişsən. Məşhur bir ayə var müqəddəs kitabda. Birazdan indi oranı tapsam oxuyacağım. Belə deyir ki, buradadır. Mənim isə bundan xəbərim yox idi. Sən deməli buradaymış. Bax, sən onu deyəcəksən. O vaxt ki, sən öz bədənin barəsində çörək bölmədə belə düşündüyün an, sən deyəcək ki, ya Rəbb, mən səni başqa cür gözləmişəm. Sən mənim yanımdaysanmış. Ona görə deyirəm da ki, belə bir ayə var. Deyir ki, Rəbb mənim yanımdadır, mən isə bundan xəbərim yoxdur. Harada deyilib bu söz, harada deyilib bu kəlam? Birazdan görüm, axtarım. Axtarış verim, başqa deyəcəm mən yerim. Yaxşı, sonra deyərəm, yaxşı. Maraqlıdırsa həmən yer. Halleluya, halleluya. Ki, Rəbb buradaymış, mən isə bundan xəbərim yoxdur. Nə qədər ki, sən tez çürüyən bədən anlayışındasan, sən fikirləşirsən ki, mənim bədənim tezcənə çürüyüb torpağa gedəndir, sən çürüməz olanı görə bilməzsən. Ona görə də bədəniniz çürüməzliyini göstərməyə başlayan kimi sən bədənin, əli qoy bədənə. Bax, sən bu bədənin öz çürüməzliyini göstərməyə başlayan kimi siz özünüzü görməyə başladığınız çürüməzlərin əhatəsində tapırsınız. Çünki İsa görünməz, çürüməz bir bədəndə dirildi. Amma o, hamı üçün görünməz olmadı, lazım olan adamlar üçün görünən idi. İsa görünməz və çürüməz bir bədəndə dirildi o.
Və ona görə də o kəsin ki düşüncəsində, o kəsin ki beynində, o kəsin ki başında çürümə lənəti var, çürüməz bədəni görə bilməz belə adam. Ancaq çürüməz İsa özünü göstərsə, o görə bilər. Çürüməz insan özünü kimə göstərmək istəsə, o görə bilər. Mən istəyirəm ki, bir nəfərin beynində çürümə fikri var. Mən ona görsənə bilməyəcəm, İsa ona görsənə bilməyəcək. Niyə? Çünki onun beynində çürümə var. Amma mən özüm şəxsən özüm ona göstərmək istəsəm, görsün mən deyirəm, getdim Rusiyaya, getdim Amerikaya, getdim İsveçə, getdim nə bilim Bakıya. Mən harada istəyirəmsə orada özümü göstərə bilirəm. Bu realdır, bu günlərim eşidirsən məni. Mən nağıl danışmıram. Mən sənə realı danışıram. Mənə yazılanları danışıram sənə. Ona görə də kimin başında çürümə varsa, o məni çürüməz görə bilməz. Çürüməz fikri, ideyası, düşüncəsi varsa. Amma mən özüm onun evinə gəlib görsənə bilərəm. Amma bu çünki o ruslar demiş, təşəbbüs, inisiativ məndən olacaq. Buna görə də biz çürüməzlik meditasiyasını bu sayəsində siz bu anları çörək bölmə, yəni sarsıdıcı, dilxorici təzahürlər zamanı tuta bilərsiniz. Bizdən özünüzü şahidlər buludunu görməyə başlarsınız. İsa necə ki özünü görürdü, şahidlər buludun əhatəsində və hətta deyə bilərsiniz, o gələsi olan gəldi. Ha, ya Rəbb, mən səni başqa cür gözləyirdim. Əslində Rəbb buradadır. Amma siz bunu bilmirdiniz. Şahidlər buludu buradadır. Amma siz bunu bilmirdiniz. Və bugün sizə deyirəm, Allahın evi göylərdə bir yer deyil. Həmən yeri deyəcəm sənə indi hardadır, kim necə dedi. Allah buradaymış, mənimsə bundan xəbərim yoxmuş. Allahın yeri göylərdə bir yer deyil. Yaqubla olduğu kimi Allahın evi Yaqubun gözlərinin açıldığı yer idi. Ya Allahın evi Yaqubun gözlərinin açıldığı yer oldu. Yaradılış 28-ci fəsil oxuyuram. Baxın Allahın evi haradır. 16, bəli, 16-17. Yaqub yuxusundan oyanıb dedi. Doğrudan da Rəbb buradadır. Buna tüyləri. Kesikçildi de var. Mən isə bunu bilmirdim. Sonra qorxub dedi, bu yer necə də qorxuludur. Bu Allahın evindən başqa bir şey ola bilməz. Bura göylərin qapısıdır. O nə deyir? Yaqub yuxusundan oyanıb dedi, doğrudan da Rəbb buradadır. Mən isə bunu bilmirdim. Allahın evi, qulaq as, sizin gözlərinizin açıldığı yerdir. Allahın evi sizin qəlbinizin, ruhunuzun, fiziki gözünüzün açıldığı yerdir. Qışqıra bilərsən ki, Halleluya! Amin, amin. Allahın evi sizin düşüncələrinizin işıqlandığı yerdir. O yerdir ki, orada düşüncələrinizə işıq gəlir. Allahın gəliş vaxtı, o deyir, Allah gələcək, İsa gələcək, deyirləri barbar bağırlar. Allahın, İsa'nın gəlişi sizin anlayışınızın vaxtıdır. Siz anlayanda o gəlir. Yuxudan oyananda. Amin. Gördüğünüz, anladığınız zaman gəliş gələcəkdir. Onu ki siz başlayırsınız görməyə, çörək bölmədə. Onu ki siz başlayırsınız eşitməyə. Onu ki siz başlayırsınız duymağa. Onda gəlir Rəbb. Buna görə də onu yada salmağa, Rəbb Allahı yada salmağa, özünü onda, onu özündə görmək üçün çörək bölmə məsuliyyət daşıyır birbaşa. Çörək bölmə səni həmən məqama gətirir ki, sən gözünü açıb geçən ki, Rəbb buradadır, mənimsə bundan xəbərim yoxdur. Nə üçün Həvari Pavel edir ki, bu işi başa çatdırana qədər edin? Nə üçün odur ki, sən
düşüncədə, çörək bölmədən meditasiya edəndə sən özünü ölməz və çürüməz görənə qədər bunu etməlisən, düşüncələrin açılana qədər. Və ona görə də ehtimal olunur ki, hər bir belə bir hərəkət, hər bir belə addım sizin düşüncənizin təzahürünə, işıqlanmasına yaxınlaşır. Hər bir addım sizə kömək edir ki, siz təzahür edəsiniz, düşüncələriniz işıqlansın. Çörək bölmədə, indi hansı ki biz eləyəcəyik, verilən çürüməzlik meditasiyası, o vaxt ki meditasiya çörək bölmədə verilir sənə, çoxları tərəfindən heyrətamiz, sirli və çoxları tərəfindən aşkarlanmamış bir şeydir. Əksəriyyət tərəfindən elə aşkarlanmayıb ki, bu nə deməkdir? Niyə çörək bölmə etdikləriniz? Soruşun. Soruşsun ki, siz niyə çörək bölmə edirsiniz? Heç özləri də bilmir. Ha, niyə? Adi pastordur da eləyir, mən də eləyirəm. Götürdüm, mən də elədim. Amma nəyəsə elan edirlər, mən filan şeyi elan edirəm. Ağılıq deyən, sən özü Allah kimi görənməmsən, sən bədəni ölməz və çürüməz, sən bədəni ölməz və çürüməz kimi görmə, sən özü Allah kimi görmək deməkdir. Onun üçün də çoxları heç bilmirlər çörək bölmə nə deməkdir. Eləyirlər, nə də ki, oruç tuturlar, oruç tutur. Niyə tutursan deyirən, nə bilim, hamı tuturam da. Və Rəbbin ölümünü biz elan edirik, deyir bu çörək bölmədə bununla. Rəbbin ölümünü elan etmək nə deməkdir? Heç düşünmüşsünüz bu barədə? Rəbbin ölməyini elan etmək nə deməkdir? Bilin, Rəbbin ölümünün elanı sizin bir daha ölməyəcəyinizin elan etməsi deməkdir. Sən daha ölməyəcəyini elan edirsən. Amma bu boşboğazlıqla sadəcə olmalı deyil. Bu içdən gəlməlidir, bu orada dəyməlidir, bitməlidir, yetişməlidir və o səndən püskürməlidir qırağa. Çünki sən nə qarsan çörək bölmədə? Sən çörəyi götürürsən, yəni bədəni, sən yəni bədən ilə şuurlu birliyə girişirsən. Sən bədən ilə şuurlu birliyə girirsən, daxil olursan. Sən çörək bölmədə çörəyi götürərək, yəni bədənlə şuurlu birliyə daxil olursan və təcrübəni öz bədənindən gözləmək, təcrübəni özündə gözləmək bu çörək bölmənin əsas mənasıdır. Sən bu təcrübəni özündə hiss etmək, özündə duymaq bunun əsas mənasıdır. Və kimsə sizə birdən desə ki, artıq onun çörək bölməyə ehtiyacı yoxdur. Onda çörək bölməyə ehtiyac yoxdur deyən adam o çürüməzliyi göstərməlidir. Çünki diqqətli qulaq as, indi xahiş edirəm. Çörək bölmə anında sən şuurlu, yəni düşünərək Allahın evindəsən, sən ölməzsən, sən onunla burada Allahın evində bu çörək bölmədə onunla bir bədən olduğunu hiss edirsən. Sən Allah da bax, sən o hiss etdiyin bədəni, sən bax təsəvvür et ki, sən o hiss etdiyin bədəni Allah da sənin kimi hiss edir o bədəni. Və özünü, öz düşüncəni, özünü düşüncən vasitəsilə, özünü ölüm bədəninin bütün anlayışlarından ayırırsan. Sən öz bədənini, ölüm bədəninin bütün anlayışlarından ayıranda sən mühakimə içmirsən onda, mühakiməni içmirsən, baxa düşürsən orada deyir, siz öz bədəniniz haqqında düşünməsəniz, özünüzü mühakimə içirsiniz. Və sən özünü, ölümlü bədənini bütün anlayışlarından ayıranda, sən mühakimə içməyəndə, izzətli bədənlə ayrılığı yaşamayacaqsan, sən artıq izzətli bədəndə olduğunu yaşayacaqsan. Və əlbəttə ki, bu artıq öldüyünüzü xatırlamadır.
Bu odur ki, sən ölümünü xatırlayırsan, özün ki, ölmüşəm mən. Və növbəti şey nə olacaq? Çörək bölməni etdiyiniz zaman bunun sən həqiqətən də düzgün olaraq etdiyini dəqiq bilməkdir ki, sən artıq bilirsən ki, sən bunu dəqiq edirsən, düz edirsən. Və bu meditasiya, bu öz bədənin haqqında belə düşünmə, çürümezlər aləmində kəşf edirsən özünü. Sən bunu edərək və onda sənin gözlərin açılacaq və sən deyəcəksən ki, sən buradasan, amma mən bunu bilmirdim. Mütləq qulaq as təkrar buna. Mütləq qulaq as yenidən. Ki sən deyə biləsən ki, sən buradasanmış, mən isə bunu bilmirdim. Budur Allahın evi, mənim düşüncəmin açılan yeri, mənim gözlərimin açılan yeri, mənim bunu anladığım yer, mənim Allahımın evidir. Və siz həqiqətən də bu təcrübəni yaşayırsınız. Çürüməz bir bədənin təcrübəsi. Və buna görə də hər şey ola bilər. Bədəndəki təzahürlər, nə bilim, müxtəlif düşüncələr, görüntülər və fiziki olaraq, Yaqub fiziki olaraq gördü bunu. Allahın evində heyrətamiz yerlərdə Yaqub kimi özünüzü tapacaqsınız. Ramiz Yaqub yatanda dedi ki, bura adi yerdə yatıram. Duranda ki, bura adi yer deyil. Bura Allahın evidir. Mənimsə bunun xəbərim yoxdur. Və kim hesab edirsə ki, çörək bölməyə ehtiyac yoxdur, mən sizə deyirəm ki, o adamın daha çox çörək bölməyə ehtiyacı var. Çünki artıq başa düşdüzdə çörək bölmə sadəcə götürüb içmək, çörəyi yiyib içmək deyil. Çörək bölmə öz bədənini Yaqubun olduğu vəziyyətə çatdırmaqdır. Və çörək bölmə, elə bir ki, bu meditasiya, hər şey özünü səndə göstərən zaman artıq lazım olmayacaqdır. Onda lazım olmayacaqdır artıq. Bu çökçə amma indi lazımdır. Təzahür edənə qədər biz aydın görürük. Biz aydın görürük, aydın şəkildə görürük, biz baxırıq, biz görürük, biz görürük. Və sonda biraz o 5 talant haqqında demək istəyirəm. Aleluya. O 1, 2, 5 talant, ümumiyyətlə də talant barəsində demək istəyirəm. Biz nə dedik? Biz dedik ki, bədənin, talantların yəni artması. Yəni, bu öz bədəninin qavrayışının dirilənin dərəcəsinə keçməsidir. Bədənin artması, yəni talantların artması. Öz bədəninin qavrayışını dirilənin dərəcəsinə keçməsidir. Sən artırdın, sən dirilən dərəcəsində düşünürsən. Və bil ki, o talant, o bədən artıq sənə belə verilmişdir. Və sən onu çoxaltdın, yəni dərk etdin. Və sən onu çoxaldıb, sən öz bədənin barəsində belə düşün, onu dərk edəndə, o özünü başqa cür göstərməyə başladı. Və o şuurlu olaraq dirildi. Bu onu götürüb torpağa bastırmaq deyil ki, bastırın torpağa diriləcəkdir. Və o 2 nəfər ki, hansı ki bədənini artırdı, onlara nə verildi? Onlara idarəçilik üçün şəhərlər verildi. Böyük işlər üzərində ağa qoyuldu. Və bir çox işlərə rəhbər qoydular onları. Ya fikirləş. Ki, əgər Allah mənə talant veribsə və onlardan istifadə etmişəmsə, o zaman harada və nə vaxt idarə etmək üçün mənə şəhərlər verəcəklər? Ölümdən sonra,
Sən öləsən ki, sənə versinlər o şəhəri. Xeyr! Ölüyə şəhər məhər verilmir, heç nə verilmir. Ölümdən sonra mənə veriləcək bu şəhərlər hansılardır, hansı şəhəri verəcəklər? Öləndən sonra məni nəyin üstünə ağa qoyacaqlar? Və sonunda, əgər elədirsə, onda bu bastırılan talantlarla, bastırmayan talantlar arasında, bastırılan bədənlə, bastırılmayan bədən arasında fərq onda nədədir? Əziz qardaş, əziz bacı, bu haqqında danışdığımız bu o deməkdir ki, hamı bastırılmayacaq, amma çoxları dəyişiləcək. Çörək bölmə İsa tərəfindən verilmişdi ki bizə. İnsanın özü, o Yahya 11:26'da deyir, mənə iman edən ölməz. İnsanın özü mənə iman edən ölməz sözünə görə imanı vasitəsilə şuurlu şəkildə özünü indi hərəkət etdiyimiz bu vəhlərə və təcrübələrə qərq etsin, ora daxil olsun, onlar səndən o iyi gəlsin, səndən o dad gəlsin, bax, indi aldığım vəhlər. İndi burada heç vəh alan oldu bu günlərin. Açılan oldu nəçətədə şeylər. Əlbəttə, əlbəttə. Odur ki, və ona görə də hələ bu açıqlamada olmasanız belə, hətta bu vəhləri almasanız belə, heç vaxt o dəyərsiz qul var idi, yapardı, bastırdı talantını. O dəyərsiz qul kimi olmayın, bədəninizi bura gətirin, bədəninizi bu qrupa gətirin, səmavi səltənət qrupuna gətirin. Və bütün bunlara bizimlə birlikdə bədənlərinizə məlumat kimi bunları yerləşdirin. Mənim dediklərimi məlumat kimi bədənlərinizə ötürün. Vah! Vah! Haleluya! Onu görə də baxın, bilin. Düşüncəniz vasitəsilə. İndi olduğun yerdə çörək bölməni hazırla və olduğun yerdə sadəcə gözünü yum, rahat ol. Uzana da bilərsən, stola söykən, rahat ol. Aralan hər şeydən biz dua edəcəyik və çörək bölümü edəcəyik. Aleluya, aleluya, aleluya. Haleluya, haleluya, oh, haleluya. Ata, biz sənə minnətdarıq. Biz minnətdarıq sənə. Bu çörək bölmədə olan bu gözəl anlayışların bugün bizə açıldığına görə. Biz sənə təşəkkür edirik ki, bu günlərim bu çörək bölmədə bu anlayışlar bizə açılır. Biz bunları giyirik. Biz bunları içirik. Biz bunlara qərq oluruq. Ölməzlik və çürüməzlik mənə böyük bir vəh olaraq açılır. İndi mən çörək bölmə vasitəsilə özümü sınayaraq görürəm ki, mən səndəyəm, sən məndəsən, ayrılıq yoxdur. Göylə yer, yəni mənim düşüncəmlə bədənim artıq birləşibdir. Mənim düşüncəmlə mənim daxilim birləşibdir. Çünki bir vaxtlar səltənətlə, daxilimdə olan səmavi səltənətlə düşüncəm ayrı idi. Düşüncəm daxilində olanı göylərdə axtarırdı. Sənə minnətdaram bugünkü günə görə ki, mən həqiqəti eşidirəm. Mən həqiqətlə birlikdəyəm. Mən safam. Mən pakam. Mən kamilliyəm. Mən nuram. Mən qələbənin nöqtəsiyəm.
mən özüm qələbəyəm, mən sevimliyəm, mən sevənəm, mən sevilənəm, atam və mən birik, ayrılıq yoxdur, mən işığam, mən kamilliyəm, mən Allahın yaşadığı məbədəm, hər şey məndə başlayır və hər şey məndə sona yetir və sona yetən kimi yenidən başlayır. Mən xeyirda mərkəziyəm, mən gözələm, mən qəşəyəm, mən yaxşıyam, mən əlayam, mən sağlamam, mən şəfalıyam, mən heyrətamiz gözəlliyə malikəm. Bunlar hamısı mənəm və daha çox, daha çox, daha çox. Ata, biz minnətdarıq ki, sən bugün bizi açırsan ki, sən buradasan. Bizimsə bir vaxtlar bundan xəbərimiz yox idi. Biz minnətdarıq ki, bugün artıq bu bizə açılır. Biz minnətdarıq. Biz bədənlərimiz barəsində düşünürük. Əziz qardaş və bacı, bədənin barəsində düşün. Onun kimin əlinin işi olduğunu düşün. Onu artırmağı düşün. Bədəninin qabiliyyətləri barədə düşün. Səmavi səltənətin daxilində olması barədə düşün. Özünü mühakimə etmə. Çünki sən özün barəsində mən deyən kimi düşünmürsənsə, sən özünü mühakimə etmiş olursan. Ümumiyyətlə, özünlə qarışır, heç kimi mühakimə etmə. Hər şeyi sev, hər şeyə rəğbət bəslə, hər şeyə ürəyi ver. Ata sənə minnətdarıq, Rəbb İsa sənə minnətdarıq, şahların şahı, ağaların ağası, biz sənə minnətdarıq bu vəhlərə görə. Və biz bu günləri bir daha bunu yad edirik ki, sən bizdəsən, biz səndəyik, biz kamil bədəndəyik. Amin. Qəbul edin. Oho. Halleluja. Amin.